Və bunu eşidəndə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Dəkallahu azze və cəl, yəni o Allah Teala'dır. Yəni Allah Teala'nın təriflədiyi ucalır, Allah Teala'nın qınadığı, pislədiyi alçalır. Yəni məxluqun tərifi ilə kimsə ucalmır və yaxud da pisləməsi ilə kimsə alçalmır. Yəni insanın ucalması Allahın tərifinə görə və alçalması da Allah Teala'nın pisləməsinə, məzəmmətinə görə. İnsan bunu yaxşı bilərsə, çalışacaq Rəbbinin tərifini qazansın və onun qınağından qaçsın. Əgər yer üzərində 7 milyar, 10 milyar insan bir insanı nə qədər pisləsə də, əgər Allah Teala deyirsə ki, o insan yaxşı insandır, 10 milyardın pisləməsinin bir zərəri varmı? Əgər Allah Teala onu tərifləyirsə və yaxud da əksinə, yəni 10 milyard bir insanı tərifləyir, amma Allah Teala yaxşı insan deyil. 10 milyardın tərifləməsinin və yaxud da like qoymasının da bir mənası yoxdur, faydası yoxdur əgər Allah Teala onu tərifləmirsə. Və sonra da buyurur ki, bundan sonra insan insanlara necə baxmalıdır? Qəbirstanlıq əhli yerində baxmalıdır. Qəbirstanlıq əhli yerində. Deyirsən, kiminsə qəbirstanlığa gedərək, qəbrin yanında özünü qəbir sahibinə göstərmək üçün əməl etdiyini görmürsənmi? Yəni, belə bir şey yoxdur. Niyə görə? Çünki o insan bilir ki, yəni o ölüdür, onda nə fayda var, nə də zərər var. Yəni İbn Qayyim rahimehullah deyir ki, eynisini də insanlara baxmalıdır. Çünki insanlar da əslində ölü sayılır və Quranda da yəni fərqli keçir. Var ruh bədəndən çıxan ölülər, onların adı meytundur. Və ruh bədəndə olan ölülərin adı isə meyyitdir. Meyyit şəddəli formada gəlir. Allah Teala buyurur Zümər surəsində: "İnneke meyyitun və innehum meyyitun." Sən də meyyitsən, onlar da meyyitdirlər. Yəni meyyit sözünün mənası öləcəksən, öləcəklər. Yəni bir kəs ki ölümə məhkumdur, onun adı nədir? Meyyitdir. Diri olan isə Allah Teala'dır. Deyir, biz hər birimiz ölülərin evladları və hər birimiz də öləcəyik. Kullu ma ala turabi turabu, torpağın üzərində hər bir şey torpaqdır. Və Allah Teala da buyurur ki: "Minha xalaqnakum və fiha nu'idukum və minha nukhrijukum taratan ukhra." Sizi torpaqdan yaratdıq, torpağa qaytaracaq və bir daha da oradan çıxaracağıq. Və buna görə bu iki qaydanı insan yaxşı bilərsə, yəni riyanı dəf etməsinə və həmçinin ixlası əldə etməsinə səbəb olur. Yəni baxmayaraq ki, çətindir, çətin olan məsələlər, amma müəyyən şeyləri biləndə asanlaşmasına səbəb olur.